Minimum pensiya alan və tək yaşayan şəxslərin artan kommunal xərclər qarşısında çətin vəziyyətə düşməsi cəmiyyətdə sosial dəstək mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə ahıl yaş dövründə tək yaşayan insanların rifahının qorunması məqsədi ilə ayrıca kommunal güzəşt paketinin tətbiqinin mümkünlüyü müzakirə olunur. Maraqlıdır, minimum pensiya alan və ya tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi nəzərdə tutula bilərmi? Bu barədə konkret açıqlama verən iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bir sıra ölkələrdə ahıl yaş dövründə tək yaşayan şəxslərin rifahının qorunması məqsədi ilə müxtəlif sosial mexanizmlər mövcuddur. Onun sözlərinə görə tək yaşayan şəxslərin xərcləri ailə üzvlərinin sayı çox olan təsərrüfatlarla müqayisədə adam başına düşən yük baxımından daha yüksək olur. Aylıq xərclər əsasən sabit və dəyişən olmaqla iki hissədən ibarətdir. Dəyişən xərclər ailə üzvlərinin sayından asılı olsa da, sabit xərclər kommunal ödənişlər, kirayə və digər məcburi öhdəliklər ailə tərkibindən asılı olmur. Bu səbəbdən tək yaşayan şəxslərin, xüsusilə də minimum pensiya alanların maliyyə riski ilə üzləşmə ehtimalı daha yüksəkdir. Həsənovun sözlərinə görə Azərbaycanda da bəzi hallarda tək yaşayan şəxslərin kredit qaytarma qabiliyyəti və ya kirayə mənzil bazarında aylıq xərcləri daha yüksək qiymətləndirilir. Bu isə onların sosial baxımından daha həssas qrup olduğunu göstərir. Minimum pensiyanın hazırki səviyyəsi ehtiyac meyarına yaxın olsa da, əlavə gəlir mənbəyi olmayan tək yaşayan şəxslər üçün bu məbləğ kifayət etmir. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi, birbaşa maliyyə yardımları və ya natura formasında dəstək mexanizmləri bu sosial qrupun rifahının ən azı minimum səviyyədə saxlanılmasına töhfə verə bilər. Bununla belə iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi ilə bağlı müzakirələrin aparılması barədə məlumat yoxdur. Dövlətin mövcud sosial siyasət mesajlarına əsasən ən azı orta müddətli dövrdə bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması gözlənilmir.